Noyabrın 20-sində Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünə həsr edilmiş konfrans keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin Şirvan şəhərində ucaldılmış abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb. Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının məzarları önünə tər güllər qoyularaq əziz xatirələri ehtiramla yad edilib. Ardınca Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında tədbir iştirakçıları üçün təşkil olunmuş rəsm sərgisinə baxış keçirilib. Konfrans öz işinə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov 1992-ci il noyabr ayının 21-i Azərbaycan üçün yeni siyasi dövrün başlanğıcı olduğunu, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında formalaşan bu partiyanın dövlətçilik ənənələrinin bərpasında və müasir Azərbaycanın qurulmasında həlledici rol oynamasından bəhs etdi. O, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı mövqeyini yüksək qiymətləndirərək, bugün müstəqil Azərbaycanın bütün inkişaf mərhələlərini partiyanın strategiyası ilə sıx bağlı olduğunu bildirdi. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Yeni Azərbaycan Partiyasının ölkənin ümumi inkişaf xəttindəki rolunu yüksək dəyərləndirərək, partiyanın yaranması Azərbaycanın siyasi sisteminin formalaşmasında əsas dönüm nöqtələrindən biri olduğunu və bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün islahatların ideya əsası məhz Yeni Azərbaycan Partiyasının müəyyən etdiyi dövlətçilik xəttinə söykəndiyini bildirdi. Yeni Azərbaycan Partiyası mərkəzi aparatının məsul əməkdaşı Əli Axundov qeyd edib ki, Yeni Azərbaycan Partiyası son 33 ildə Azərbaycanın siyasi sisteminin formalaşmasında, dövlət idarəçiliyində, siyasi-iqtisadi inkişafında və Cənubi Qafqazda yeni geosiyasi reallıqların yaradılmasında aparıcı rol oynayıb. Konfransda həmçinin Uşaq Bağçaları Birliyi Ərazi Partiya Təşkilatının sədri, Yeni Azərbaycan Partiyası veteranı Təranə Əhməd, Şirvanhoyl Ərazi Partiya Təşkilatının sədri Talih Məmmədov, şəhid yoldaşı Gülnar Hümbətova və şəhid anası Məryəm Həsənova çıxış edərək, Yeni Azərbaycan Partiyasının ilk illərdə keçirdiyi çətin, şərəfli yoldan, partiyanın xalqın ağır günündə dövlətçilik ideyasını qoruyaraq, milli həmrəyliyi təmin etməsindən, bugün də ölkənin siyasi dayağı kimi fəaliyyət göstərməsindən danışıblar. Sonra partiyanın ictimai-siyasi həyatında yüksək fəallıq göstərən bir qrup partiya üzvlərinə fəxri fərmanlar verilib. Daha sonra Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sosial şəbəkədə aktivliyinə görə fərqlənən fəallarına və yubiley doğum günü olan partiya veteranlarına hədiyyələr təqdim edilib. Partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Konfransa Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.